emosional zəka dedikdə biz onu necə formalaşdıraq, necə təkmilləşdirək, necə idarə edək? Əslində uşaqlıqdan valideynlər əgər inkişaf elətdirsələr, artıq bir xal qabaqda olacaq həmən insan. Amma əgər yox, uşaqlıqdan hər hansı bir travmatik situasiya olub, məsəl üçün, oğlan uşağıdır, qolunu sındırıb, ağlamaq istəyib, ağlayıb, onu ağladığına görə utandırıblar və o orada qərar verir ki, mən emosiyalarımı göstərməməliyim, çünki mən kişiyəm. Və yaxud oğlan uşağıdır, ağlayır, onu deyir, kişisən, ağlamazdır, kişi ağlamaz. Yəni, bu nə olur? Onda nə edəcəm? Ağrımı göstərə bilməyəcəm, qorxumu göstərə bilməyəcəm, qəzəbimi göstərə bilməyəcəm və necəm onları sıxıb saxlayacağım içəridə və sıxıb saxladıqca da onlar hər hansı bir digər hisslərə keçə biləcək, emosiyalar deyir, qəzəbə keçə biləcək, aqressiyaya keçə biləcək və insan özünü tanımadan, bilmədən, bir də görsən elə situasiyalarda heç o situasiyaya aid olmayan qəzəbini orada göstərə bilər. Amma hardan gəldi o qəzəb? Xırda bir situasiya üçün daha artıq bir tonda qəzəb. Yəni bu hardan gələ bilər? Çünki o yığılıb və birdən bir partlama verə bilir. Hardan elə gəlir? Çünki sən öz hisslərini bilmirsən, emosiyalarını bilmirsən. Ona görə də vaxtında bilib, müəyyən edib, onların üzərində işləyə bilərsən, onları inkişaf elətdirə bilərsən. Bilməyən də belə patlayış. Bizim bir izləyicimiz var. Emosiyalarını muhtemelen var, yəni emosiyasız insan olmaz ki. Emosiya, bəli. İçində bastırılmış və adını qoyublar kontrol edirəm. Kontrol yoxdur, bastırmaq var. İdarə edə bilərsən. Məsələn, sən hər hansı bir yerdəsən, çıxış etmək istəyirsən, həyəcanın var, sən onu nəfəslə idarə edə bilərsən. Amma kontrol edə bilməzsən. Çünki bizim emosiyalarımız bizim hərəkətimizi təşviq edir. Hərəkətdən qabaq emosiyan var. Məsələn üçün, biz maşın yolu keçirik, bizi nə saxlayır? Bizim beynimiz orada işləmir. O bizi sanki əvvəlcə emosiya saxlayır. Qorxu saxlayır ki, buradan maşın keçəcək, ehtiyatlı ol. Yəni, emosiya hərəkət verir. Birinci emosiyadır, sonra hərəkətdir. Əgər mən qışqırıramsa... Yol necə gəldi, keçirlər. Əgər qışqırıramsa, davet bunun bu artıq hərəkətdir. Amma ondan qabaq bir emosiyam var idi, qəzəbləndim. Və insanlar bu emosiyalarını bilmədiklərinə görə bir də maskalanmış emosiyalar var. Hansılardır, məsəl üçün? Əsas baza emosiyalar var, 6 baza emosiyamız var. Sevinç, kədər, qorxu, qəzəb, ikrah və təəccüb. Bu baza hisslərdir, amma bu baza hisslərin altında isə digər maskalanmış hisslər var. Ona görə biz elə bilirik ki, çox asan. Hə, nə istəyirsən? Məsəl üçün, insandan soruşursan, necəsən? Normal. Necəsən? Yaxşı. Normal, yaxşı hiss ifadə etmir. Düzdür, bu şablon sözlərdir, amma ki, o insanı baxırsan ki, oturub belə, necəsən? Normal, normal deyil. Və yaxud deyir, kədərliyəm. Məsəl üçün, ifadə etdi birisi. Amma o kədərin arxasında nə dayanmışdı? Situasiya olub, harada ki, sənin kolleqan səndən irəli getdi. O artıq kədər deyil, o qısqanclıq və yaxud paxıllıqdır. Bu maskalanıb burada kədər kimi oturub. Yəni ona görə 6 baza emosiya var, amma altında digər emosiyalar var.